Aləti quranda da elə ideal, qeyri-adi gözləməyin. Yəni o gözləntini heç bir kəs verə bilmir. Bilirsiniz nəyə görə verə bilmir? Çünki özümüz də ideal deyilik axı. Bəzən özümüz də haqsız oluruq. Gözlənti olsun, minimum bir qırmızı xətlərin olsun ki, ən azı bu olsun. Onunla da yola davam eləyin. Bəzən yolun sonundakı uçurum bizi bu yolu getməyin qabağını alır. O uçuruma baxmayın. Çünki uçurum ola bilər. Ancaq sən o uçurumu bilmirdin və bir 10 kilometr yol getmisən də, düzdür? Həyat davam eləyib, həyat inkişaf eləyib. O gözəlliyə baxın. Bir nəfərlə məni tanış elədilər. Çox ağır bir psixoloji travma yaşamışdı. Adam boşanmışdı. Boşanandan sonra bütün kişilərə nifrət eləyirdi və yeni ünsiyyətlərə adam açıla bilmirdi. Elə eyni sizə dediyim sözləri ona dedim ki, o qorxu sənin həyatını tamamilə bloklayacaq və sən ən azı bundan əvvəlki, məsələn, həyat yoldaşından və sevgilindən gözəl günlərin olub da, düzdür? Bax, o gözəl günlər səni yaşadıb. Sən növbəti bir insanla heç kəs qarantiya vermir ki, bu da mütləq sənin yanında olacaq. Heç bilmək olmaz, bəlkə sən qərar verdin ki, onun yanında olmayacaqsan. İnsan olmağımız da budur da. Biz bitki deyilik axı. Necə onu qoydun, orada olsun. Əşya deyil ki, harda qoydun, elə orada da gəlib tapasan. Həyatın dəyişkən olduğunu qəbul elə. Yaydan sonra payız gəlir, qış gəlir. Və bu normaldır. Yəni bu rahat bu mövzunu sən qəbul eləsən, həyatın stabil olacaq.